Demək qardaş, mən səni belə başa düşdüm ki, səndə içəridə otaqlar nəmişlik verir və sən nə etmək istəyirsən? İçəri bu termoizolyasiyalardan vurmaq istəyirsən. Düzdür, üçlüyü vura bilirsən, amma üçlüyün arxasına mata vurmalısan, yapışdırıcı vurmalısan. Deyirsən ki, üçlük qalındır. Əgər üçlük qalındırsa, ancaq ikiliyi belə edə bilərsən də. İndi biz də ustalıqda ərazidə istifadə edirik. Deməli, ikiliyin arxasına yapışdırıcı vurursan. Yapışdırıcılarımız var, bunun. Çünki bu niyə görə deyirəm ikiliyin arxasına? Sən bu gördünüzmü? Penapres komfort. Bu komfortdur, bu da stenadır. Komforta mata yaxşı yapışmır. Yapışsa da belə bir müddət sonra buraxacaq. Gərək onu betona kontakt satdırasan, oradakı istoriyadır. İçəri tərəfə onu vurmağa ehtiyac yoxdur. Bu yapışdırıcılar vasitəsilə vurursan bunu, vurandan sonra qalır, quruyur, quruyandan sonra isə probkaların vura bilərsən, hər ehtimala probkaların vura bilərsən. Ondan sonra setkadan əvvəl amma betona kontakt çəkməlisən, mütləq qaydada. Betona kontaktdan sonra məhz setkasını vura bilərsən. Yəni bu cür eləsən heç problem yoxdur. Lap gəlib sizdə kömək edə bilər. Satış yerimiz Abşeron Ticarət Mərkəzi 1-ci sıra, 2-ci korpus, 15-ci mağaza, 114 İzolyasiya qrup.